Yoldaşlar salam. Axşamınız xeyir olsun. Xoş gördük hər birinizi. Ümid edirəm hər biriniz yaxşısınız. Məlum olduğu kimi bu gün sizlər üçün təşkil etdiyimiz ofis proqramları kursunun PowerPoint proqramını artıq keçirik və PowerPoint-in artıq ikinci təlimindəyik və təlimçimiz beynəlxalq sertifikatlı təlimçi, Microsoft sertifikatlı müəllim Səadət xanımdır. Səadət xanım, sizi salamlayıram. Axşamınız xeyir olsun. Yenidən sizləri görmək çox xoşdur. Mən istərdim sözü çox uzatmadan sözü verim təlimçimizə. Əvvəlcədən xahiş edəcəm ki, təlimin sizlər üçün daha effektiv olması üçün bəzi kiçik qaydalara riayət eləyək. Məsələn, danışmadığımız halda mikrofonu bağlı saxlamağımız səbəb olacaq ki, digər iştirakçılara da mane olmayaq. Belə, hər birimizə uğurlar olsun. Səadət xanım, bir daha salamlayıram sizi. Buyurun, söz sizdədir. Salam, axşamınız xeyir olsun. Mən də Günay xanım sizi, auditoriyanı salamlayıram. Axşamınız xeyir olsun. Bugün biz sizinlə artıq PowerPoint təliminin ikinci hissəsindəyik. Çalışacağım ki, bu günlərim PowerPoint haqqında, yəni slayd hazırlamaq üçün lazım olan bütün parametrləri sizinlə paylaşım. Yəni bütün suallarınıza cavab verin və slayd hazırlamaq üçün bütün əməliyyatlardan danışım. Çünki geriyə qalan əmrlərimiz demək olar ki, olduqca az və rahatdır. Zəhmət olmasa mənə adminlik verərdiniz ki, şeyə edə bilərdim, mən ekranı paylaşa bilmirəm. Ona görə ekranı paylaşardım, başlayardıq. Aha, deməli, biz izah etdiyimiz müddətdə hər hansısa bir sualınız və yaxud da hər hansısa bir probleminiz yaranarsa, mikrofonu açıb da bildirə bilərsiniz və yaxud da səsli şəkildə də bildirə bilərsiniz. Günay xanımın da qeyd elədiyi kimi, əgər yəni belə deyək də ehtiyac olmadıqca mikrofonlarınızı açmasaq daha yaxşı olar. Belə sual olarsa mikrofonlarınızı təbii ki aça bilərsiniz. Gəlin başlayaq. Bizim keçən dəfə hazırladığımız slaydımız, yəni mən burada ekranda saxlamışam onu. Gəlin başlayaq. Yəni bu slaydı açdım. Hal-hazırda slaydı ekranda görürsünüz. Bunu sizinlə birlikdə yəni hazırlamışdıq və bütün belə deyək də burada istifadə elədiklərimizin necə əlavə olunursa onlar haqqında danışmışdıq. Gəlin indi ümid edirəm ki, bura qədər təkrarlamısınız və hər hansısa bir problem yaranıbsa onu videodan belə deyək də möhkəmləndirmisiniz. İndi davam eləyək ikinci hissəmiz ilə. İkinci hissəmizdə biz nədən danışacağıq? Slayd əlavə eləməyi bilirdik. Gəldik buradan, biz boş slayd əlavə elədik. Hal-hazırda mən Insert lent tabından slayda şəkil əlavə eləmək, izah eləmək istəyirəm. Deməli, şəkil əlavə eləmək Pictures-dən idi. Bu Pictures-dən əlavə elədiyimiz şəkil, yəni bizim kompüterin yaddaşında olan şəkili daxil etmək üçün nəzərdə tutulan idi. Məsələn, hal-hazırda məndə burada bir neçə dənə skrinlər var. Məsələn, bunu əlavə elədim. Baxın, biz şəkil əlavə eləyən kimi açılan konseptual lent tabı format olur. Bu o deməkdir ki, şəkil üzərində, yəni baş verən proseslər, şəkil üzərində baş verən bütün əməliyyatlar format lent tabındandır. Format lent tabından əlavə elədiyimiz şəkil, yəni pəncərənin mərkəzinə düşür. Bunu biz hərəkət elətdirə bilərik. Bax, üzərində elə sol düyməni basılı saxlayaraq, yəni pəncərənin hansı hissəsinə istəsək, yəni biz onu sürüşdürüb təbii ki, apara bilərik. Heç bir problem yoxdur. Onun əgər ölçüsünü böyütmək istəyiriksə, yenə də heç bir problem yoxdur. Tutacaqlardan tutaraq, yəni bu tutacaqlardan tutaraq, yenə onun ölçüsünü böyüdə bilərik. İstəsək sağ tərəfdən ölçüsünü böyüdə, istəsək sol tərəfdən ölçüsünü böyüdə və yaxud da kiçildə bilərik. Bunun üçün sadəcə həmin o sağ və sol tutacaqdan tutmaq kifayətdir ki, onu müəyyən qədər böyüdə biləsiniz.
Əgər siz bu şəkli əlavə etmisiniz, amma və daha sonra bu şəkil üzərində müəyyən əməliyyatlar eləmisiniz. Müəyyən əməliyyat nədir? Baxın, burada picture effekt var. Yəni burdan artıq biz bu slaydımıza müəyyən bir effektlərimizi əlavə edə bilərik. Yəni bu şəklin görünüşünü yaxşılaşdırmaq üçün nəzərdə tutulan parametrlərdir. Tutalım ki, siz bu görünüşü seçmisiniz və burada bu çərçivənin kənarlığı qara rəngdədir. Deyirsiniz ki, mən bu çərçivənin kənarlığını qara rəngdə yox, məsələn, başqa bir rəngdə etmək istəyirəm. Onda buradan picture border var. Bu picture borderdən, yəni bax elə əmrin belə deyək də tərcüməsini bilməsəniz də olar. Sadəcə bax burada onun işarələri var, rəng butonu. Deməli, buradan biz hansı rəngi seçsək, çərçivənin rəngi də həmin rəngə çevrilmiş olacaq. Eyni zamanda picture effekti burada müxtəlif sahədən olan effektlər var. Hansı kimə xoş gəlirsə. Məsələn, present deyəndə burada sadə effektlərimiz var. Yəni bu sadə effektlərdən hansıları istəsə şəklin üzərinə tətbiq edə bilərik. Yəni bu daha keyfiyyətli, daha gözəl görsənməsi üçün nəzərdə tutulandır. Məsələn, mən ən çox istifadə eləyirəm Glow-dan. Burada daha da diqqəti cəlb eləmək, yəni daha yaxşı görsənməsi üçün nəzərdə tutulub, yəni hansını istəsək əlavə edə bilərik. Tutalım ki, şəkili müəyyən bir çərçivə əlavə eləmişəm və deyirəm ki, bu çərçivə, yəni hansı ki, bu şəkil mənə xoş deyil, bu şəkli dəyişdirmək istəyirəm. Bu həmin mövcud şəkilə verdiyimiz bütün effektlər, yəni çərçivə rəngi, kənarlığı, çərçivənin forması və s. yəni hamısı birlikdə qalaraq buradan change picture əmri var. Change picture əmrini seçərək biz məsələn şəkli dəyişdirə bilərik. Şəkli dəyişdirdik, baxın, şəkil üzərindəki format eyni qalaraq sadəcə yəni mövcud şəklin dəyişdiyini aydın şəkildə görə bilərik. Başqa burada nəyi deyə bilərəm sizə? Məsələn, burada correction var. Correction günəş işığıdır. Günəş işığı biz bilirik ki, ağ ola bilər, yəni hansı ki, bütün parlaqlıq verə bilər və yaxud da qaranlığı bəxş eləyə bilər bizə. Ona görə də burada şəklin üzərinə iki effektin əlavə olunmasını görə bilərik biz. Ya, yəni şəklin üzərinə çox parlaqlıq əlavə edəcək, yəni və yaxud da ki, şəklin üzərinə qara kölgə effektini daxil etmiş olacaq. Bəzən bu əmrlərin içərisindən ən vacibi birinci sətirdə ən sonda olandır ki, məsələn, yazılar əgər şəkildə olan yazılar tam görsənmirsə, biz həmin o yazının həmin bax birinci sətrin sonunda olan effekti seçərək yazıların daha aydın görsənməsini həyata keçirdə bilərik. Bəzən deyirik ki, burada correctiondan ya qara ya da ağ parıltı var. Bəs biz sarı, qırmızı parıltı etmək istəyiriksə nə edə bilərik? Burada color var. Bax bu colordan biz ürəyimiz istədiyimiz effektlərimizi təbii ki, daxil edə bilərik. Yəni buradan hansıları istəsək əlavə edə bilərik. Bu zaman isə müxtəlif, yəni effektlərin, müxtəlif rəng çalarlarının əks olunduğunu görmək mümkün olacaq. Yəni müxtəlif rəng çalarlarının əlavə edilməsini mümkün olacaq. Məsələn, bax, indi mən belə elədim. Siz deyirsiniz ki, yuxarıda format lent tabı itdi. Mən necə edim ki, o format gəlsin? Deməli, biz kursorumuzu yenidən şəklin üzərinə qoyuruq. Şəklin üzərinə vurduqda yuxarıda format lent tabı açılır. Bu format lent tabının üzərində gəldikdə biz burada olan şəkil effektlərinin əmrlərindən hansını istəsə edə bilərik. Bəzən ən vacib verilən suallardan biri şəklin kəsilməsidir ki, şəkli kəsmək istəyirəm. Şəkili kəsmək əmri əslində vacib, yəni əmrlərdən hesab olunur. Bu adı burada görsənəcək crop əmri olacaq. Bu cropun üzərinə vursaq, şəklimiz qara haşiyələrə alınacaq. İstəsəniz şəkili aşağıdan yuxarıya, istəsəniz isə sağdan sola, soldan sağa bunu edə bilərik. Məsələn, bax buradan biz indi crop əmrini aktivləşdirəndə baş şəklin hansı vəziyyətdə kəsə biləriksə onu qara haşiyələrə alır. Məsələn, mən deyirəm ki, mən qiymətləndirmə materialı olan cədvəli istəmirəm, sadəcə qiymətləndirmə meyarı qalsın. O zaman biz yəni buradan 10 oxun üzərinə vurub, yəni kəsim mərhələsini həyata keçirdə bilərik. Burada diqqətli olmaq lazımdır ki, o kəsimi həyata keçirdə bilək. Baxın, artıq biz vurduqda, baxın bizim şəklimiz
şəklimiz kəsiləcək, olacaq bu vəziyyətdə. Kəsdikdən sonra da şəkil üzərində müəyyən əməliyyatları aparmaq mümkündür. Şəkil bir daha göstərirəm. Kropa vurduq. Kropun üzərinə vurduqda şəkli kəsmək üçün qara haşiyələr yaranır və biz o haşiyələrdən tutaraq şəklimizi müəyyən qədər kəsə bilərik. Bəzən sual verilir. Kəsdim, gördüm ki, effektiv olmadı, geri qaytarmaq istəyirəm. Onda necə edim? Geri qaytarmaq üçün klaviaturadan Ctrl-Z əmri də var. Bundan başqa şəkil üzərindəki formatı sıfırlamaq istəyiriksə, o zaman Reset Picture əmri var. Bu Reset Picture-yə vurduqda şəklin üzərində olan effekti silir, rəngləri silir, çərçivə rənglərini silir. Bir də var ki, bax bunun yanında ox işarəsi var. Bura vururuq. Buradan biz Reset Picture Size əmri var. Reset Picture Size əmrinə vurduqdan sonra artıq, yəni birinci şəkili səhifəyə əlavə edəndə hansı formadaydısa, həmin formaya düşmüş olacaq. Yəni ilkin vəziyyətinə, cari vəziyyətinə, ilkin vəziyyətinə qaytardığını görə bilərik. Şəkil əlavə eləyib, yəni üzərində müəyyən qədər işləyə bilərik. Eyni zamanda burada rotate əmri var. Şəkili 90 dərəcə sağa, 90 dərəcə sola, vertikal, üfüqi və şaquli formada da, yəni onu müəyyən qədər biz fırlada bilərik, yəni çevirə bilərik. Bu şəklin üzərində olan əməliyyatlardır. Bəzən məsələn burada bizə eyni bu şəkil yenidən lazım olur. Onda biz bu şəklin üzərində Ctrl-C və yaxud da Home Link tabına gəlib kopyalamaya vururuq. Ctrl-P və yaxud da paste düyməsinə vuraraq o şəklin bir nüsxəsini ala bilərik. Yəni bir kopyasını almaq mümkündür. Yəni təkrar-təkrar eyni şəkli əlavə edib yorucu, özünüzü yormaqdansa, buradan mövcud şəkli yəni bir dəfə əlavə edib kopyalaya bilərik. Gəldik buradan New Slide, blank dokumentə. Növbəti biz sizinlə buradan izah eləyək Clip Art-ı. Clip Art əslində keçən dəfə sizinlə danışmışdıq bu barədə ki, Microsoft Office paketinin şəkil yaddaşıdır. Microsoft Office paketinin şəkil blankıdır. Yəni biz ora ingilis dilində hər hansısa bir məsələn əməliyyatı yazırıq. Məsələn tutalım yazaq book. Yəni ingilis dilində olan meyarlarınızdan, ingilis dilində olan anlayışlardan yazırıq və onları səhifəyə əlavə etmiş olur. Yəni Microsoft Office paketinin öz yaddaşında olan şəkildir. Burada daha zəngin deyil, sadəcə Microsoftun yaddaşında olan şəkildir. Ona görə də yəni o qədər də zənginlik gözlənilmir. Və şəkillərdə olan kimi format lent tabı yaranır və format lent tabı bir şəkil üzərində baş verən bütün yəni əməliyyatları buraya tətbiq etmək mümkün olur. Növbəti screenshotumuz var. Screenshot əmri indi hər birimizin telefonunda da var. Hər hansısa bir PDF-dən, hər hansısa bir arxa fonda olan hər hansısa bir əməliyyatı screen edib PowerPoint proqramına gətirməkdir. Tutalım ki, məndə hal-hazırda daxil oluram və buradan tutalım ki, məsələn, müəllimin gündəlik dərs icmalı adlı yəni PDF-dən və buranı açdım, Word sənədi. Bunun şəklini çəkib oraya əlavə etmək istəyirəm. Birinci hansı sənədin şəklini çəkəcəmsə onu aktiv qoyuram. Ondan sonra gəlirəm PowerPoint proqramına. Bax, burada PowerPoint proqramı var və gəldim, baxın, screenshot-a girdim. Screen clipping əmri var. Screen clipping. Screen clipping-ə girməmişdən əvvəl arxada aktiv olan 4 dənə pəncərəni göstərir sənə. Deyir ki, hansı pəncərənin skrinini daxil etmək istəyirsən? Yəni, aktiv olan pəncərələrin şəkillərini göstərir. Məsələn, deyirəm ki, məsələn, bunu əlavə etmək istəyirəm. Və avtomatik və bunu məndə aktiv olan pəncərənin şəklini buraya daxil edir. Bir də var ki, deyirəm ki, yox, mən müəyyən bir hissəni çəkmək istəyirəm. Onda screen clipping-ə vururuq. Screen clipping bizim sonuncu açdığımız faylın, yəni Word-dirsə, Excel-dirsə, PDF-dirsə, nədirsə, onun şəklini çəkməyə icazə verir. Ekran solğunlaşır. Ondan sonra tutalım ki, buradan sol düyməni basılı saxlayıb, baxın, bu hissənin belə bir şəklini çəkdim. Bax, əlavə elədim bu hissəyə.
Yəni hansı ki, bu bizim müəyyən bir hissənin şəkil kimi əlavə etmək üçün nəzərdə tutulan vacib əmrlərdən hesab olunur. Yenə də şəkil olduğuna görə burada format lentabı yaranır və şəkil üzərində əməliyyatların hər birini burada icra etmək mümkün olacaq. Növbəti sizinlə biz burada foto alboma baxaq. Foto albom cari işlədiyimiz slaydda yox, yeni slaydda, yəni aktiv olur. Vurduq foto alboma. Burada new foto album var. Biz bunun üzərinə vurduqdan sonra qarşımızda belə bir dialoq pəncərəsi yaranır. Bu dialoq pəncərəsində file disk var. Yəni kompüterin əlavə eləyəcəyimiz şəkilləri hardan əlavə eləyəcəyik? Gəldik burada, məsələn, seçdim və bu şəkillərimizi, bu şəkillərin hamısını belə seçə bilərik. Yəni, hamısını seçdikdən sonra biz insert-ə vurduqda artıq avtomatik şəkillərimiz əlavə olundu buraya. Bizim burada 5 dənə sıralanıbdır. Deməli, 5 dənə şəklimiz var və bu 5 dənə şəklimiz ardıcıl şəkildə əlavə olundu. Bu 5 dənə, məsələn, birinci slayddan sonra new text box əlavə eləmək istəyirik. Vururuq, məsələn, birinci slayddan sonra ikinci slayd yaratdıq və orada tekst yazacağıq. Sadəcə mətn yazacağıq. Və yaxud da ki, tutalım 6-cı slayddan sonra tekst yazmaq istəyirəm. Yenə new text box-a vururuq və buradan mətn yazmaq üçün, yəni yazı əlavə etmək üçün fiquru əlavə etdik. Buradan sizə xoş olmayan hər hansısa bir slayda çıxarda bilərsiniz. Məsələn, ikincidə olan text boxu çıxartmaq istəyirəm. Remove-ya vurduqda onu çıxardı və yaxud da yerlərini dəyişdirmək istəyirik. Tutalım, bu 6-da yazdığım text boxdur. Keçirmək istəyirəm ən birinciyə. Yəni, buradan o şəkillərin yerlərini dəyişdirə bilərik. Picture layout, yəni şəkillərin düzülüşünü buradan dəyişdirə bilərik. Məsələn, birinci slaydda bir dənə şəkil olsun, 2 dənə, 4 dənə və yaxud da o əlavə elədiyimiz şəkillərin çərçivələrində hər hansısa bir effektlər və s. olmasını buradan seçə bilərik. Məsələn, seçirəm ki, bir şəkil olsun. Həmin şəkillərin 4 bucaqmı, yumrumu, 3 bucaqmı, kənarlıqlarının çərçivəsi. Məsələn, mən seçirəm ki, yumru olsun. Yəni, round və rectangle seçdik. Baxın, avtomatik o 4 bucaq, amma ucluqları yumurlu formada əlavə olunduğunu görmək mümkündür. Tema effekti, yəni hansı ki effektləri seçirik, brauzerə vurduqda kompüterin yaddaşında bu temalar haradadırsa, bizi ora göndərir. Məsələn, vurdum bunun üzərinə və select-ə vurduq. Yəni, artıq bütün parametrlərdən istifadə etdiyimizə görə bizə birbaşa create hissəsinə vuraraq slaydı hazırlaya bilərik. Create-ə vurduqda mövcud yeni bir slayd yaranacaq. Burada slaydın ilk adına foto album verir, amma istəsəniz yəni bunu dəyişdirə bilərsiniz. Məsələn, yəni mənim fotolarım, mənim şəkillərim, nə istəsəniz yaza bilərsiniz. Biz həmən text box seçmişdik. Baxın, həmən yazı qutusu aktivləşibdir və bizim əlavə elədiyimiz şəkillərin hərəsini bir slaydda bizə təqdim etmişdir. Yəni, bu mənim sonuncu istifadə elədiyim şəkillərdir. Ona görə belə göstərir. Yəni, bizim bayaqki slaydımız, yəni hansı ki, o informatika adlı slaydımız burada ayrıca qaldı. Yəni, əlavə elədiyimiz şəkillər foto albomda yeni bir slayd kimi əlavə olunur. Yəni, yeni foto albom şəkillərdən ibarət foto albom kimi əlavə olunmuş olacaq. Bu foto albom yaratmaq üçün də sırf sadəcə şəkillərin təqdimatı üçün nəzərdə tutulmuşdur, nəzərdə tutulubdur. Biz skrin elədiyimiz, buradakı skrin elədiyimiz şəkildəki cədvəldəki, yəni buradakı sözləri silib yeni yazı əlavə etmək, bunu soruşursunuzsa, bu şəkildir, yəni bu qrafik fayldır. Siz ayrıca bunu özünüz burada PowerPoint-da hazırlaya bilərsiniz və orada özünüz hazırladığınız cədvəldə dəyişdirə bilərsiniz. Amma bu şəkildən əlavə olunduğu kimi, şəkil olduğu kimi, yəni burada yazıları dəyişdirə bilmirik. Yəni bu sadəcə bir şəkildir, yəni qrafik fayldır.
Növbəti keçdik fiqurlara. Fiqurlar haqqında əslində baxın bax burada shapers home length tabında drawing length qrupunda olan əmrdir. Yəni eyni əmrdir. Fiqurlar əlavə etmək, onlara rəng vermək, şəkillər əlavə etmək içinə sadəcə 2 yerdə var. Yəni həm home length tabında var, həm də insertdə baxın bax burada shapersdə də eyni həmin əmrlər mövcuddur. Smart Art'a gəldik. Əslində Smart Art buna ağıllı sxemlər deyirik, ağıllı təsvirlər yaratmaq üçün nəzərdə tutulub. Məsələn, yenə də tutalım bax Smart'a vurduq. Burada qarşımızda məsələn tutalım yazırsınız informasiyanın xassələri və orada bir neçə dənədir. Tutalım ki, xassələrini ardıcıl şəkildə sıralayırsınız. Bunun üçün onu bir var mətn kimi yazaq, bir də var fiqurlarda daha səliqəli göstərmək üçün. Burada müxtəlif sxemli, yəni hansı ki smartlar var və hansını istəsək onu əlavə edə bilərik. Circle-a vurdum mən. Tutalım mən buradan Circle-dan seçdim bax bu yumrunu, OK vurdum. Mərkəzə yazıram informasiyanın xassələri tutalım. İndi bu tərəfə tutalım yazmışam. Etibarlıq, ola bilər hərf səhv eləyim, tutalım yazmışam obyektivlik. Aha, buradan yazmışıq, tutalım tamlıq, anlaşıqlıq. Anlaşıqlılıq. Sonra tutalım ki, əlavə birini də daxil etmək istəyirsiniz. O zaman biz gəlirik. Baxın, bax, burada 2 dənə konseptual link tabı açılır. Dizayn və format. Burada dizaynda add shape var. Bax, ən birinci əmrdə add shape fiqur əlavə etmək. Nə qədər istəsəniz, yəni informasiya xassələrin neçə dənə növünü yazırsınızsa, nə qədərəsini istəsəniz, yəni daxil edə bilərsiniz. Əgər daxil etmişsinizsə, amma çox daxil etmişsinizsə, onda delete düyməsinə vuraraq, yəni onları silib azalda bilərsiniz. Bu, məsələn, belə daha gözəl görsənir. Eyni zamanda dizayndan, chain colordan ya onun rənglərini dəyişdirə bilərsiniz. Eyni zamanda HomeNet tabına daxil olub bütün yazıların yazı formasını dəyişdirə bilərsiniz. Ölçülərini dəyişdirə bilərsiniz. Qalınlıq, maililik, rənglərini dəyişdirə bilərsiniz. Yəni sizə necə xoşdursa, o vəziyyətdə ifadə edə bilərsiniz. Hətta onlara müəyyən effektlər, müəyyən parıltılar da daxil edə bilərik ki, onlar daha gözəl görsənsin və auditoriyanı cəlb etməyi bacarsın. Yəni bu artıq bizim, belə deyək də, Smartda istifadə olunan effektləri öz daxilində saxlamış olacaq. Çox belə deyə vacibdir, göz oxşuyur və xoşa gələndir. Keçid alaq, növbəti new slide vuraq, gəldik insertdə, gəldik burada chart var. Chart diaqramlardır. Diaqramlar, yəni diaqram elədir ki, o tək işləmir. Diaqramlar cədvəl üzərində yarandığına görə, ona görə 2 dənə proqram yaranacaq bizdə. Word və daha doğrusu Excel, bir də PowerPoint yaranacaq. PowerPoint onsuz da aktivdir. Cədvəl yaranacaq Excel-də o cədvəllərin üzərində işləmək üçün. Burada diaqramların növləri var. Sütunlu diaqramlar, xətti, sahəvi, dairəvi, zolaqlı, müxtəlif yəni diaqram növləri var. Sizi hansı yəni daha belə xoş gəlirsə onu seçirsiniz. Daha çox sütunlu diaqramlar istifadə olunduğuna görə sütunlunu seçirəm. Burada sütunlu diaqramların özlərinin də, məsələn, burada kolumba vurduqda gəldik, baxın OK-yə vurduq. Avtomatik bizim pəncərə 2 hissəyə bölündü. Biri PowerPoint, hansı ki təqdimatımız, biri isə cədvəlimiz. Məsələn, mən burada şagirdlərin adlarını yazıram. Tutalım, yazıram Ramal, tutalım, yazdım Aydan, yazaq Günay və Afaq tutalım, yazmışıq. İndi burada, məsələn, nəticə yazıram. Deyirəm, sınaq 1-in nəticəsi, eyni zamanda sınaq 2 nəticəsi.
Sınaq 3 nəticəsi yazdım belə. İndi burada məsələn 30 bal üzərindən qiymətləndirirəm. Deyirəm sınaq 1-də Ramalda 30 bal üzərindən 27 olub, məsələn 25 olub, 14 olub və yazıram 12 olubdur. Sonra sınaq 2 üzərindən qiymətləndirməni həyata keçirdirəm. Yenə də 30 üzərindən qiymətləndirirəm 25. Məsələn, yazıram 14. Burada artım, azalmanı izləmək üçün çox faydalıdır. Məsələn, sonra burada yazıram 20. Yenə 20. Məsələn, 18. Burada da yazıram 30. Baxın, bax bizim cədvəlimiz, burada cədvəlimiz var. Bu cədvələ uyğun olaraq diaqramı çəkdi. Yəni, bu onu göstərir ki, artıq həmin şəxs, yəni həmin şəxs diaqrama baxanda, məsələn, sınaq 1-in nəticələri hər kəsdə göy rəngdə göstərilir. Bax, burada rəngi görürük. Biz görürük ki, sınaq 1-də nəticələr necə baş verir. Eyni zamanda, məsələn, Ramalın 3 dənə sınaq nəticəsini görürük ki, siz burada artım, azalma mı, inkişafı izləyirsiniz ki, yəni, məsələn, bax, biz görə bilərik ki, burada Ramalda 1-ci sınaqda nəticə çox yüksək olub, amma 2-ci sınaq biraz azaldıb, 3-cü sınaqda biraz azaldıb. Deməli, burada inkişafdan söhbət gedə bilməz, yəni bunun başı nəyəsə qarışıbdır. Sonra, məsələn, gəldik burada, amma AFAQ-a baxsaq, AFAQ-ın ilk sınaq nəticəsi çox aşağı olub. Daha sonra, məsələn, artım müşahidə etmək olar. Deməli, daha çox öz üzərində çalışmaqla bunu görə bilir. Məsələn, bu abituriyent hazırlığı keçən müəllimlər üçün çox əlverişlidir. Yalnızca Excel proqramında da eləmək olur bunu. Məsələn, valideynə övladın nəticələrini belə dinamika ilə göndərəndə artıq ona da aydın olur ki, yəni övladı oxumağı, təhsili necədir? Yəni, biz yaxşıdır, pisdir, oxuyur, çalışır deməkdənsə rəqəmlərlə danışanda daha dəqiq informasiya ötürmüş oluruq. Burada da, məsələn, bu diaqramın standart halda görünüşüdür. Yenə də burada diaqramın, bax, chart layout var. Diaqramın müxtəlif formalarda görünüşlərini, məsələn, aktivləşdirə bilərik. Eyni zamanda onlar üzərində, yəni, bax, bu qiymətlərin müəyyən bir, baxın, artım azalmasını, müəyyən cür görünüşlərini, yəni bu sadəcə inkişafa aidiyyatı yoxdur. Bu sadəcə görünüşün müxtəlif formalarda əks olunmasını nizamlamaq üçün istifadə olunandır. İndi hansı sizə xoş gəlirsə, hansı daha etibarlı gəlirsə elə saxlaya bilərsiniz. Hətta belə rəqəmləri də üzərində göstərmək olur ki, yəni daha aydın. Biraz da bəzək-düzək əlavə eləmək istəyirsinizsə, məsələn, pəncərələrdən müəyyən bir əməliyyatları seçərək onların yəni daha parlaq, daha zəngin, daha rəngli, bəzəkli görsənməsini həyata keçirdə bilərsiniz. Bu diaqram ilə işləmək üçündür. Lap burada chart title var. Bunun adını dəyişib yaza bilərsiniz ki, məsələn, sınaq, nəticələri və salam artıq yəni tam hazır vəziyyətdə olmuş olacaq. Növbəti biz buradan artıq gəldik deməli linkə. Bu linkdə 2 dənə bizim vacib və demək olar ki, PowerPoint-in ən çox istifadə olunan əmrlərindən var. Hyperlink, yəni bir slaydın daxilində ola-ola biz başqa yəni mətnlərə, başqa PDF-lərə keçid edə bilərik. Yəni hiper əlaqələr yarada bilərik. Bunu necə edirik? Bax, görürsünüz ki, hal-hazırda bu hyperlink deaktivdir. Bunun üçün tutalım mən textbox-dan bir yazı qutusu əlavə eləyirəm. Yazıram ki, məsələn, sınaq 1-i aç, məsələn, sınaq 1-i açmaq, belə bir şey. Onda və bu yazını seçirik. Bu yazını seçdikdən sonra bu yazıya link vermək istəyirik. Bu yazıya linki necə veririk? Gəlirik insert-ə və buradan hyperlink var. Bu hyperlinkin üzərinə vurduqda avtomatik məndən soruşur. Bu kompüterdə olan hansı fayl ilə yəni keçid yaranmağını istəyirsən. Məsələn, mən seçirəm ki, buradan bir var burada standart halda görsənənləri seçə bilərsən. Bir də var ki, gəlirsiniz bax buradan, hansı ki bu qovluğa daxil oluruq, atır bizi kompüterin yaddaşına, C diski, D diski, yəni harda hansı fayl varsa onunla əlaqə yarada bilərsiniz.
Məsələn, mən seçirəm hal-hazırda müəllimə dəstək 8-ci sinif Doc faylını və OK düyməsinə vurdum. Yenə də OK düyməsinə vurdum. Baxın, artıq burada bax göy rəngdə oldu. Göy rəngdə olması onda hiperəlaqə olması deməkdir. Bəs bunu biz necə aktivləşdirəcəyik? Bunu təqdimat edən zaman, təqdimatı slide show-dan edəcəyik. Təqdimat edən zaman gəldik burada from current slide var. Yəni cari slaydın nümayişi. Bunun üzərinə vurduqda qarşımızda bax bu ekranda nümayiş olunanda mən burada link qoymuşam da. Bax bunun üzərinə gələndə mouse'un göstəricisi dəyişir. Şəhadət barmağı açıq formada görsənir və baxın birbaşa həmin fayla keçid etmiş olacağıq. Yəni daha bir də həmin faylı bura əlavə etmirəm da. Yəni sadəcə kompüterimdə mövcud olduğuna görə birbaşa əlaqə yaradırıq. Təbii ki, sona qədər, yəni hər birini göstərir. Hansını istəsəniz, yəni belə aşağıya qədər göstərə və üzərində müəyyən əməliyyatları edə bilərsiniz. Biz bunu X düyməsi ilə, yəni bağladıqda avtomatik bizim təqdimat faylımıza gəlir və təqdimat faylından escape deyib, yəni oradan çıxış edə bilərik. Bu oldu, yəni hiperəlaqələr yaratmaq. Bir də var ki, action buton. Action butonlar nədir? Siz hər hansısa bir, məsələn, şəkili də, fiquru da, cədvəli də action buton edə bilərsiniz. Bir də var, hazır action butonlardan da istifadə edə bilərsiniz. Məsələn, bax, mən bunun üzərinə vurdum, bax, bu faylın üzərinə vurdum. Gəldik, bax, buradan action'a. Bu action'a vurduqda, bu o deməkdir ki, burada bax, none yazılıb, seçirik hyperlink to, yəni hara keçid eləsin. Mən bunun üzərinə vuranda hara keçsin? Məsələn, deyirəm ki, mən bu slaydın üzərinə vuranda nə ola bilər? Növbəti slayda keçid edə bilər və yaxud da bundan əvvəl görsənmiş slayda keçid edə bilər. Birinci slayda sonlandıra bilər, ən sonuncu slaydı yenidən göstərə bilər və yaxud da end show edə bilər. Məsələn, mən seçirəm birinci slayda keçsin. Deyirəm, yəni mən kursoru bunun üzərinə vuranda birinci slayda keçsin. OK vurdum, yəni burada first slide seçdim və OK vurdum. İndi baxın, bu mənim 9-cu slaydımdadır. Siz görürsünüz ki, birinci slaydda da informatika kitab yazılıb. Gəldim 9-cu slayda. Yenə də slide show. Cari slaydın nümayişini istəyəcəm. From current slayda vurdum. İndi bax, bunun üzərinə gətirəndə, bax, buna gətirəndə kursor burada heç nə, belə deyək də, heç bir vəziyyətini dəyişmir. Yenə də bax, burada ox işarəsi kimidir. Amma mən bunun üzərinə gətirəndə, burada o dəqiqə hiperəlaqə formasını alır. Yəni, əlaqə var. Bu şəkildə müəyyən bir keçid var, müəyyən bir əlaqə var deməkdir. Bunun üzərinə vurduqda avtomatik baxın birinci slayda keçid baş vermiş olacaq. Yəni avtomatik qayıdır birinci slayda. Yəni bunlar da olacaq bizim üçün butonların köməyi ilə baş verən proseslər. Burada eyni zamanda siz fiqurlardan və burada action butonlar var, yəni aktiv düymələr var. Bu düymələrdən hansını istəsəz istifadə edə bilərsiniz. Məsələn, mən əgər gəlib bunu çəksəm burada və bunu çəksəm, bunun üçün da bir də action'ı özüm aktivləşdirmirəm. Çünki bu aktivdir. Məsələn, bu işarə nəyi göstərir bizə? Biz slayd nümayiş olunanda bunun üzərinə vursaq, bizi əvvəlki slayda keçirdəcək. Yəni, mən buna vuran kimi, burada first slide yazılıb. Əslində, bu əvvəlki slayda keçməkdir. Gərik, tutalım, aktivləşdirirəm. Burada tutalım ki, hansını yazaq ki, daha next slide etsə, bizim next slaydımız yoxdur. Last slide edək və OK vuraq. İndi yenə də, bax, gəldim buradan, slide show-dan gəldik current slide show-ya. Bunun üzərinə vursaq, bizim üçün bundan sonraki last slide-a keçəcək. Amma bizim bundan sonra slaydımız yoxdur deyənə, yəni heç bir şeyi ifadə etməyəcək. İndi biz burada escape düyməsinə vuruq, icra əməliyyatı dayandıra bilərik. Yəni, burada Shapers'də ən sonuncu action butonlar aktiv olan butonlardır. Hansını istəsək, onu seçib aktivliyini verə bilərik və yaxud da özümüz hazırladığımız fotolara, özümüz hazırladığımız şəkillərə, yəni özümüz birbaşa hərəkət verə bilərik.
Növbəti bura qədər olan əmrlər, yəni çox dərin lazım olan əmrlər idi. Bundan sonraki əmrlər hər biri çox sadə və çox basit əmrlərdir. Gəlin baxaq görə bu necə olur. Text box artıq biz bilirik ki, yazı qutusu əlavə etmək üçün nəzərdə tutulandır. Header, footer. Bunu Word-dən, Excel-dən də bilirsiniz. Yuxarı və aşağı sərlövhələr əlavə etməkdir. Məsələn, biz buradan, yəni aktivləşdirən kimi pəncərəmizin adı oldu, header and footer. Burada baxın, data time'lar, tarix əlavə edə bilərik. Cari tarixi o dəqiqə göstərəcək. Cari tarixin düzülüşünü necə istəsəniz icra edə bilərsiniz. Eyni zamanda, məsələn, siz deyirsiniz ki, tarixin yanında nəsə bir özəl söz də yazmaq istəyirəm. O zaman bu fixdə vururuq. Bu sözün yanında, məsələn, özəl günmü və Salam, yaxud da axşamınız axşamınız xeyir. Aha. Özəl gün və s. Yəni, hər hansıda bir söz yazmaq istəyirsinizsə, o zaman növbəti tarix əmrini seçib əlavə edə bilərik. Axşamınız xeyir. Slide number deyib, biz yəni buradan slaydın nömrələrini əlavə edə bilərik. Footerdə bütün slaydlara verilmiş adlıqdır. Məsələn, deyirəm ki, bütün slaydların adı, bütün slaydlarda adlıq olaraq informatika görsənsin. Bu adətən, yəni ilk slaydın, bu adətən slaydlarda adlıq üçündür. Burada aktiv elədiyimiz əmrlərin bütün slaydlara aid olmasını istəyiriksə, apply to all seçəcəyik. Bu, bütün slaydlara aid olacaq. Amma apply seçiriksə, onda bu, yalnız və yalnız kursor üzərində olan slayda aid olduğunu deyə bilərik. Vurduq üzərinə, baxın, indi diqqət etsək, biz əgər apply seçdiyimizə görə, ona görə sadəcə bir slayda aid olundu. Amma üzr sayın, kəsdim. Mövzu nədir? Üzr sayın, geç qoşuldum, yerlərdim ona görə. PowerPoint proqramında təqdimat hazırlamaq ikinci dərsdir. Yaxşı, davam edək. Deməli, gəldik buradan data header footerə. Əgər biz burada apply seçsək, sadəcə bu bizim yəni bir slayda tətbiq olunacaq. Kursor hansına aiddirsə ona. Apply to all seçmişiksə, onda isə bu bütün aktiv olan slaydlara tətbiq olunduğunu görə bilərik. Bütün slaydların sonluğunda biz eyni başlığı, slayd nömrələrini və tarixləri görə bilərik. Kiminsə bu izah elədiyimiz yerə qədər əlavə sualı varsa, buyurub verə bilərsiniz. Əl Axşamınız xeyir. qaldıranlar. Axşamınız xeyir. O həmin o hissə var, header footer, textbook-a. Onu bən yenidən göstərə bilərsiniz. Mən o tam tuta bilmədim. Aha, bu əmr təkcə PowerPoint-də deyil, həm Word-də, həm Excel-də, həm də PowerPoint-də var. Sərlövhə əlavə etmək üçündür. Aktivləşdirən zaman bizə müəyyən bir suallar verir burada. Yəni, tarix əlavə etmək, ondan sonra slayd nömrəsi əlavə etmək və adlıq əlavə etmək. Səhifə sonunda mövzunun adı ilə bağlı müəyyən bir başlıq, adlıq əlavə etmək. Biz o parametrləri aktivləşdirdikdən sonra bizdən iki cür seçim istəyir. Birinci seçim ondan ibarətdir ki, bu yalnızca kursor üzərində olan slayda aid olsun, yoxsa bütün slaydlara. Biz əgər apply seçsək, onda sadəcə kursor hansı slaydın üzərindədirsə ona aid olacaq. Apply to all seçdikdə isə kursorumuz hansı slaydın üzərində olmasından asılı olmayaraq bütün slaydlara aid olmuş olacaq. Biz apply to all seçdiyimizə görə bütün slaydlarımıza aid olduğunu görə bilərik. Əlavə kiminsə bu izah elədiyimiz yerə qədər sualı varsa buyurun verin. Sual verə bilərəm. Buyurun. Yeni slayd əlavə etmək üçün hansı əmrin istifadə olunur? Necə? Yeni slayd əlavə etmək üçün hansı slayd əmrin Yeni istifadə olunur? slayd əlavə etmək üçün Homeland tabı və blankdan istifadə edərək yeni slayd əlavə edə bilərik. Yəni, Home, New Slide. Burada 9 dənə maket forması var. Hansı maket formasını istəsəniz, onu seçə bilərsiniz. Adətən boş üzərində bütün əməliyyatları əlavə etmək olur.
Aha, əlavə sual varsa verin, yoxsa biz davam edək. Aha, davam edək. Mikrofonlar bağladım hamısını. Kiminsə sualı olarsa mikrofonlarını açsın. Əks halda açıq saxlamayaq, çünki əlavə səslər gəlir. Axşamınız Ah. xeyir. Axşamınız xeyir. Mən videolarla bağlı sual vermək istirdim. Aha, buyurun. Bu videonun yaradırıq, hazırlamışıq. Mən məsəl üçün P4 bir dənə proqram var. Onda videonu elə bil çap kimi eləyib, bir dənə linkini yazırsan, o sənə video kimi verir. Biz videonu qoymaq istəyəndə slaytda o oturmadı. Nəyə əsasən olmuş? Ola bilsin ki, o hazırlanan proqramın tipini, PowerPoint proqramı o slaydı götürmür. Yəni o tipi əlavə eləmir, yəni. Tiplərin uyğunsuzluğudur bu. Yəni hər tipdə olan videoları PowerPoint proqramına əlavə edib aktiv olmur. Məsələn, Zoom-dan olan bir videonu aktiv eləmək olur. Yəni Zoom genişlənməli olanı etmək olur. Amma məsələn GIF var ki, bəzən GIF videolar var ki, onları etmək olmur. Tipini dəyişdirmək lazımdır onun ki, yəni orada hazırlamaq mümkün olsun. Yəni əlavə edəndə oxusun, onu tanısın. Bizdə elə bil ki, mənim kompüterim elə bil təzə PowerPoint-lə aiddir, ya da 2016-nın ya da nə bilim OBS proqramlardan deyil. Bu 365 deyirlər deyəsən, o normaldır ya da 356. 365, bəli. Hə, o normaldır. Onu götürmədi. Amma YouTube-dan girib biraz axtarına gördüm ki, əvvəlki versiyaları götürür, bizdə təzə versiyaları götürmür. Ola bilsin ki, təzə versiyalarda yeni update-dən sonra da götürə bilər. Yəni onlar bəlkə də yenidir deyənə hələ bəzi əmrlər tam aktiv deyil. Yeni update-dən sonra, yenilənmədən sonra aktiv ola bilər. İndi mən başqa bir vaxt eləsəm, indi götürə bilərəm. Yəni birincisində götürməmişdi. Əgər sizin o proqramınızda yeniləmə gəlibsə, o yeniləmədən sonra bir də yoxlaya bilərsiniz. Amma yeniləmə gəlməyibsə, onda deməli yenə də köhnə versiyadır da, yenə də aktiv olmayacaq. Mən Başqa problemlər də ola bilər. Yəni videonun həcmi də ola bilər və yaxud da PowerPoint proqramının ayarlarından da onu nizamlamaq olar təbii ki. Sadəcə onu baxmaq lazımdır, belə deyək də, problemin nə olduğunu araşdırmaq lazımdır. Mən sadəcə daha çox olan problemləri sadaladım. Mən özüm baxdım elədim, özü proqram olaraq götürməm. Amma YouTube-dan götürəndə birbaşa ota bilər. Amma biz YouTube vasitəsini istəmirdik. Məsəl üçün internetdə işıq gedə bilər, eləyə bilər. O da açılmaya da bilər ehtimalına görə. Biz OBS proqramlarına linkinə görə yüklədik, atdıq PowerPoint-ə, o da olmadı. Bir də maraqlanana gördüm ki, 2016-nı götürür, təzə versiyasını, yəni yenilənsə belə götürməyəcəyini düşüncəsi oldu. Nə ola bilər? Videonu skrin eləyib də əlavə eləyə bilərsiniz. Yəni skrin eləyəndə də tip başqa cür olur, götürmək olur və yaxud da videonu YouTube-da aktiv qoyub onu zoom ilə çəkib daha sonra elə də əlavə etmək olar. Müxtəlif yolları var. Aha, deməli, əlavə sual yoxdursa təqdimat proqramımız ilə. Buyurun. Əlavə suallarınız varsa verin, yoxsa biz davam edək. Aha, yəqin ki, sualımız yoxdur, davam edək. Yenə də suallarınızı yaza və yaxud da səsləndirə bilərsiniz. Davam edək Word-a. Word dekorativ yazı nümunələridir. Yəni, artıq biz PowerPoint üzərində işləyiriksə, bu o deməkdir ki, Word-ü bilirik. Word proqramında sərbəst işləyə bilirik. Bu da Word-ün hazır məhsuludur. Yəni, təqdimat əlavə eləyəcəyik, dekorativ yazı əlavə eləyəcəyik. Data time-ı izah elədik. Bax, burada başlıqlar əlavə edəndə eyni pəncərə açılır, slide number, yəni slide number, data time əmrləri hər üçü də eyni header and footer dialoq pəncərəsində açılır, oradan aktiv etmək olar. Obyekt başqa proqramların interfeysində işləmək üçündür. Məsələn, biz 2010 proqramındayıq, amma 2003-də, 2007-də işləyə bilərik. Bunun üçün, yəni obyektdən istifadə edərək OLE texnologiyasının köməkliyi ilə əlaqələr saxlaya bilərik. Equation riyazi düsturlar daxil etmək üçündür. Yenə də Word-ün ən geniş əmrlərindən biridir. Hazır düsturlardan birini də əlavə edə bilərik və yaxud da hazır burada olmayan, məsələn, tutalım ki,
Pifaqor teoremini burada görürük və əlavə edirik. Məsələn, o dəqiqə əlavə olunur. Amma bundan əlavə həm də biz PowerPoint proqramında məsələn riyazi ifadələrdən kəsir xətləri, daha sonra üslü ifadələr, kökaltı ifadələr, integral, böyük operatorlardan istifadə edərək müəyyən toplamaları, hesablamaları həyata keçirdə bilərik. Yəni bu bizim üçün ə, belə deyək də, yəni daha çox riyaziyyat kitabında olan faylların yazılması üçün nəzərdə tutulmuşdur. Yəni bütün riyaziyyatda olan parametrləri buradan yazmaq olur. Hətta bizim həndəsədə istifadə elədiyimiz, məsələn, bucaqlar və buradan basic mass var. Yəni alfa, beta, onları hətta buradan biz operatorların hər birini əlavə edə bilərik. Yəni bəzən deyirlər ki, riyaziyyatla bağlı olan ifadələri yazmaq üçün proqram yoxdur, amma biz Word-ün köməkliyi ilə, hətta bir dənə əmrin köməkliyi ilə bunu dərindən yaza bilərik. Bu daha çox Word-ün əmridir, yəni Word-ün əmridir, amma burada da istifadə edə bilərik. Daha sonra davam edək, deməli, riyazi düsturları dedik, nə qaldı burada? Simvol. Simvol, baxın, adi halda aktiv deyil. Yəni, adi halda görürsünüz, aktiv deyil. Nə zaman aktiv ola bilər? Mətn, yəni yazı yazılan vaxtı. Yazı yazan vaxtı, baxın, bu simvol aktiv olacaq. Bu simvolun üzərinə vursaq, biz kompüterin yaddaşında olan, yəni hansı ki simvollar bölməsində olan ixtiyari simvolu, yəni sənədimizə əlavə edə bilərik. Yəni seçib onu insert vurmaqla, hər birini əlavə edə bilərik. Baxın, biz əlavə etdikcə bura düşür. Eyni zamanda bu simvolların biz həm ölçüsünü dəyişdirə bilərik, həm ölçülərini böyüdə bilərik, həm onların rənglərini dəyişdirə bilərik, həm onlara müəyyən effektlər də verə bilərik. Yəni, əlavə elədiyimiz simvollar sadəcə görünüş üçün yox, onlar üzərində müəyyən əməliyyat aparmaq üçün də nəzərdə tutulacaq. Gəldik ən maraqlı əmrimizə, hansı ki, video əlavə etmək. Bu video əlavə eləyəndə bütün formatı təsdiqləmir. Bəzən olar ki, məsələn, siz hansısa tipdən olan, hansısa proqramda hazırlanan videonu əlavə edirsiniz, onda dəstəkləməsin. Amma Zoom proqramında çəkiləni dəstəkləyir. Məsələn, mən indi Zoom-dan bir fraqment əlavə eləyəcəm. Məsələn, tutalım, buradan daxil oldum. Insert-ə vurdum. Bura onu əlavə eləyəcək. Baxın, videonun ölçüsü də çox kiçik düşdü. Biz onu tutacaqlardan tutaraq müəyyən qədər ölçüsünü böyüdə bilərik. Müəyyən qədər ölçüsünü böyütdük və yəni biz onu indi nümayiş zamanı, bax, burada video hissəsi var. Bunun üzərinə vuranda biraz yüklənəcək, yəni baxın və əlavə olunur və başlayır oxumağa. Yəni aydın şəkildə, indi bilmirəm sizə səsi gəlir ya yox, amma mən səsini eşidirəm onun. Yəni belə əlavə edə bilərik. Əgər buradan, bax, biz video əlavə edəndə bizim qarşımızda həm format açılır, həm də playback. Əslində burada həm format, həm də playback bu videonun aktiv olması üçün, yəni ekranda çalışması üçün, ekranda nümayiş olunması üçün bütün əmrləri aktivdir. Yəni hər şey aktivdir. Sadəcə buradan nəyi demək istəyirəm sizə? Playback hissəsindən, məsələn, siz deyirsiniz ki, buradakı video, məsələn, çox böyükdür də, məsələn, 20 dəqiqədir. Deyirsiniz ki, mən 20 dəqiqə yox, məsələn, istəyirəm bu video 15 dəqiqə oxusun. Onda burada trim video hissəsi var. Bu trim video hissəsinə vuraraq biz videonu kəsirik. Sırf, məsələn, bu proqramı burada baxın 31 dəqiqədir. Siz istəsəniz, məsələn, burada start time başlasın və yaxud da bitsin hissəsi var. Məsələn, bu bitsin hissəsini azaldırsınız. Ya buradan bu saniyələrlə azaldırıq, ya da ki, baxın, belə tutacaqla dartırıq və salam. OK vurduq, məsələn, deyirəm ki, 16 dəqiqəsi oxusun, bəsdir. OK vururam, yəni videonun
müddəti azalır. Videonun müddəti azalanda da yenə də heç bir problem yoxdur. Biz onu play-ə vurduqda o yenə də, yəni öz belə deyək də, öz necə oxuyursa o vəziyyətdə oxumuş olacaq. Yəni bu olacaq bizim üçün videonu əlavə etmək, təqdimat zamanı da heç bir problem olmadan nümayişini öz üzərində göstərmiş olur. Zəhmət olmasa onu bir də göstərə bilərsiniz. Mən giriş yerini bilmədim. O nə elədiniz? Insert link tabı videolar hissəsindən gəldik video from file, yəni kompüterin yaddaşında olan videonu əlavə etdik. Məndəkilərin tipi hamısı Zoom-da hazırlanmış videolardır deyənə, yəni hamısı MP4-dür. MP4-ü asanlıqla əlavə etmək olur və asanlıqla da yəni dəstəkləyir PowerPoint proqramı. Bu oldu video faylı. Bir də var ki, səs faylı əlavə etmək. Yəni səs, məsələn, videoda görüntü də var, hərəkət də var. Məsələn, gördünüz, biz orada bir testi izah eləyirdik. Amma səsdə sadəcə səsdir. İndi bu səs faylı da audio from file var. Bu da yenə də bax məsələn internetdə biz məsələn məndə yenə də Zoom-un hazırladığı səs faylıdır. Genişlənmə M4A-dır. Yəni Zoom-un hazırladığı səs faylıdır. Insert vuraq görək dəstəkləyəcəkmi? OK vurduq. Məsələn əlavə eləyək. Əlavə elədik. Səs faylı buraya düşdü. Səs faylı düşəndə yenə də formatla playback açıldı və biz buradan yenə starta vuraq. Aha, oxuyur. Səsi eşidirsinizmi? Sizə gəlirmi səsi? Xeyr. Sizdə eşidilmir, amma məndə eşidilir yəni səsi. Xeyr, eşidilmir. Necə? Eşidilmir. Sizdə eşidilmir, amma çünki bizdə mikrofon var, ona görə səsi eşidilmir sizdə. Amma aktivdir, yəni tanıyır səsi və yenə də burada formatla playback var. Formatla playback bu faylın oxuması üçün hər şey ayarlanıbdır, yəni hər şey hazırdır. Yenə də burada baxın, trim audio hissəsi var. Buradan istəsəz onu kəsə bilərsiniz. Məsələn, 30 dəqiqəlik səsdir. Məsələn, bayaqların sonundan, əvvəlindən sonuna qədər kəsdik. İndi sonundan, yəni əvvəlinə qədər bunu OK vurub, məsələn, belə deyək də, müəyyən qədər qısalda bilərik. Bir də burada fərqli bir əmr var ki, biz yəni bu, məsələn, 14-cü, 15-ci slayda gəlmişik. İstəyirik ki, bu səs, məsələn, belə deyək də, nümayiş olunsun. Amma necə? Bir var, burada bax, start on klik var. Yəni, bir var ki, 10 klik. Yəni, 10 klik nə deməkdir? Mən bu oxuyanın üzərinə vurmalıyam ki, onu play eləsin, oxusun. Bir də var ki, avtomatik. Avtomatik o deməkdir ki, yəni sən 15-ci slayda keçən kimi buradakı səs başlayacaq oxumağa. Yəni özü bu slayda keçəndə bunu nümayiş etdirəcək. Bir də var ki, play across slide. Yəni bütün slaydlar, yəni 14-dən artıq 15-ə keçəndən sonra ya avtomatik deyil, ya 10 klikdir. Yəni slayd keçən kimi ani moment başlayacaq. Sanki avtomatiklə play across slide-da biz yəni ona əlimizi vurmuruq, özü başlayır. Amma 10 klik olanda mütləq biz onu aktivləşdirməliyik ki, oxusun. Bu, yəni həmin o səsin aktivləşməsi üçün, oxuması üçün lazım olan bir əmrdir. Səsi əlavə edəndə adətən mərkəzə düşür. İstəsəniz bunu, yəni pəncərəsini yuxarıya da doğru qaldıra bilərsiniz ikonunu. Yəni hansı tərəfdə istəsəniz onu saxlaya bilərsiniz. Bu istəyə görə dəyişən bir əmrdir. Belə bir işarənin olması, yəni burada səs faylı var. Səs faylının varlığı ilə bağlı olan bir əmrdir. Bura qədər sual varmı? Slaytların dizaynını dəyişmək üçün hansı meyvə istifadə edilir? O barədə danışacağam indi. İzah elədiyimiz yer barədə hələkilik suallara baxaq. Aha. Deməli, bura qədər sualınız yoxdursa, indi keçək daha sadə bilgilərimizə.
Bura qədər, yəni hansı ki home-la insert bir slaydın hazırlanması üçün lazım olan əmrlərdir. Bunlar çox uzun yəni əmrlərdir, amma gəldik dizayndır, transition, animasiya. Bunlar bir slaydın sadəcə nümayiş olunması üçün lazım olan əmrlərdir. Slayda. Slayda çeşit əlavə etmək üçün hansı addımlar izləmək lazımdır? Necə? Slayda nə əlavə etmək? Slayda şəkil əlavə etmək üçün hansı addımlar izləmək Onları lazımdır? qeyd elədik, yəni yəqin ki siz gec qoşuldunuz deyənə görmədiniz, videosunu paylaşacaqlar. Insert link tabı Pictures-dən istifadə elədik, yəni onu geniş izahını verdik. Insert Pictures-dən. İndi davam edək sizinlə Design link tabı. Design link tabı çox vacib, yəni link tablarından biridir. Dizayn işi, yəni bütün görünüşlər buradadır. Birinci gəlirik, slaydın eninə və uzunluğu olan formatı. Təqdimat hazırlayanda landscape olur. Yəni bu landscape formatındadır. Burada page setup var. Yəni siz bu slaydın, yəni bax bu təqdimatın, bu vərəqin ölçüsünü seçə bilərsiniz. On screen seçilib show. Bu adətən məsələn 16:9, 16:10 seçilir. Daha yaxşı olması üçün. Yenə də buradakı hansı ölçünü istəsəniz onu seçə bilərsiniz. 16:9 seçdik. Baxın bu vəziyyətdə əks olunduğunu görə bilərik. Adətən yəni 16:9 ilə işlənilir, amma bu yəni ümumi bir vəziyyət deyil. Kimə hansı xoşdursa onu seçə bilər. Sonra gəldik slayda effekt verməyə. Biz slayda effekt verəndə, yəni temalar verəndə burada çoxlu temalar var. Hansını istəsək onu seçə bilərik. Məsələn, seçdim, baxın, bu birinci buradakı temanı və yaxud da bunu kimə hansı xoşdursa onu seçə bilər. Amma burada maraqlı bir hadisə var ki, biz bir dənə tema seçirik, bütün slaytlara aid olur. Məsələn, bir dənə temanı seçirəm, baxın, bütün slaytlara tətbiq olunacaq. Yəni, bütün slaytlarda başlayır onun kimi nümayiş olunmağa. Əgər siz, məsələn, istəyirsinizsə ki, hər slayda başqa bir mövzu seçəsiniz, o zaman, məsələn, kursoru qoyuram ikincinin üzərinə, deyirəm ki, bax, bu əlavə eləyəcəyim slayd yalnızca ikinciyə aid olsun, hamısına yox. Onda bu slaydın üzərinə gəlirik sağ düymə, seçirik Apply to Selected Slide, Apply to Selected Slide və salam, bax, əlavə olunacaq bunun üzərinə. Yəni, sadəcə seçdiyin slayda aid olur. Əgər bütün, yəni seçdiyimiz slaydın, bütün effektin, bütün slaydlara aid olmağını istəyiriksə, onda Apply to All Slide seçirik, hamısına aid olur. Amma sadəcə birinə tətbiq etmək istəyiriksə, onda Apply to Selected Slide, yəni sadəcə seçilmiş slayda aid olduğunu buradan seçə bilərik. Slaydın özünün temasının rəngləri bizim xoşumuza gəlmirsə, Colors'dan ürəyimiz istədiyimiz rəngləri ona əlavə edə bilərik. Fontdan, yəni yazı şriftlərini dəyişdirə bilərsiniz. Effektdən də o, deməli, həmin temada istifadə olunan effektləri dəyişdirə bilərsiniz. Əgər biz, yəni slayda effekt vermişik, xoşumuza gəlmirsə, yəni ləğv etmək istəyiriksə, onda gəlib ən birincini seçirik. Yəni ən birinci, ən sadə formatdır. Üzərinə vururuq və seçirik ki, Apply to All Slide və salam. Yəni bütün slaytlara verilmiş effektin ləğv olunduğunu görə bilərsiniz. Bu, yəni temaların aktivliyi ilə bağlıdır. Onu da deyim ki sizə, əgər siz slayt hazırlayanda ona mövzu verəcəksinizsə, yəni tema verəcəksinizsə, onu slaydı hazırlamamışdan əvvəl seçin. Çünki daha sonra artıq, yəni belə deyək də, o sonra hərflər bir-birinin içinə girir, yazılar qarışır, yəni səliqəsiz bir görüntü yaranır. Ona görə birinci temanı vermək lazımdır, daha sonra slaydın özünü hazırlamaq lazımdır. Bir də var ki, məsələn, biz temanın arxa fonunu yox, məsələn, baxın, burada background style var, buradan format background var. Bu format backgrounda daxil olaraq biz slaydın arxa fonuna ya bir dənə rəng, məsələn, tutalım ki, bütün arxa fonunu sarı rəngdə edə bilərik. Məsələn, hamısını, burada Apply Tool seçsək, hamısı sarı olacaq.
və yaxud da ki, hamısına şəkil əlavə eləmək istəyirsiniz. Picture, kompüterin yaddaşına girirsiniz, file, şəkillər hardadırsa ora gedirsiniz və arxa fonu məsələn bax belə bir şəkilə əlavə eləmək. Yenə də apply to all seçəndə bax həmin şəkil bütün arxa fona, bütün slaytlara aid olmuş olacaq. Naxışlar əlavə edə bilərik. Yəni hansı naxışları istəsəniz Bilirsən. onları daxil edə bilərik. Naxışların hətta birinci, ikinci rənglərini də buradan nizamlamaq təbii ki, mümkündür. Yenə də apply to all seçəndə naxış hamısına əlavə olunur. Bilirsən. Təbii ki, rəng seçimi çox həssasdır. Yəni biz rəngi seçəndə elə rəng seçməliyik ki, qarşı tərəfin gözünü yorucu olmasın. Yəni elə rəng təqdim etmək lazımdır ki, bu auditoriyada kimisə gözünü qamaşdırmasın, kimisə gözünə ziyanlıq verməsin. Yəni bunu mütləq nəzərə almaq lazımdır. Sual varmı? Buyurun. Deyək ki, ümumiyyətcə məndə o gəlmir. Məndə dizayna basıram buradan. Design'da fisyo, bir dənə slide size var, format background var, qutardı getdi. O dediyiniz color'dur, daha sonra Background slide. style'ın özünə daxil olduqda ən sonda format background var aşağıda. Ora vurduqda, yəni gələn bir əmrdir. Yəni format background'a vururuq, aktiv olur. Background'ın Xeyr. sonunda format background. Format background'a vurdum. Aha, vuranda belə bir hissə açılır. Burada müəyyən əmrlər var. Hansını istəsəniz onu seçib aktivləşdirə bilirsiniz. Aha, tapdım. O color falan hamısı oradadır. Bəli, bəli. Rənglər solid fildədir. Gradient fil var. Bir neçə rəngin qarışığı, picture var, naxışlar var. Hansını istəsəniz onu seçə bilirsiniz. Oldu, gördüm, çox sağ Aha, olun. buyurun, siz sağ olun. Aha, bu dizaynla bağlıdır. Dizayn hər kəsin zövqünə görə dəyişir. Bəzən məsələn dizaynlama elə olur ki, müəllimlərdə o qədər də effektiv şəkildə olmur, gözəl şəkildə alınmır. Çünki dizayn etmə özü bir ayrıca sənətdir. Rənglərin o psixologiyası var. Yəni onlar tamamilə başqa bir aləmdir, amma yenə də zövqünüzə görə düzə bilərsiniz. Transition çox sadə əməliyyatları öz daxilində saxlayır. Deməli, gəldik burada transition. Transition bir slayddan digər slayda keçid etmək, yəni bir slayddan digər slayda keçid effektidir. Bax, təsəvvür eləyək ki, mən bu slaydı ekranda nümayiş elətdirirəm. Bu slaydı ekranda nümayiş etdirmək üçün klaviaturadan F5 və yaxud da buradan slideshowdan from beginning birinci slayddan nümayişə başla əmri var. Vurdum və slayd sadə şəkildə birindən digərinə next düyməsi vura-vura özü gedir. Yəni next düyməsi vura-vura gedir. Mən next-ə vururam, növbəti düyməsinə vururam, özü gedir. Yəni ekranda görsənir hamısı. Bir də var ki, deyir ki, ay qardaş, mən istəyirəm ki, yəni bu daha gözəl olsun, daha bəzəkli. Bir də ki, mən özüm məsələn klaviaturaya toxunmadan özü getsin. Bu nə deməkdir? Birinci transition'a keçəndə əlinizi heç ara vurmursunuz. Gəlirsiniz, bax burada timing lent qrupu var. Bu timing lent qrupundan 10 mouse kliki götürüb qoyursunuz aftaya. Aft edəndə müəyyən bir vaxtı aktivləşdirirsiniz. İndi burada sizin aktivləşdirdiyiniz vaxt, yəni effektlərin verilməsi üçün, icra elədiyiniz əməliyyatlar üçün tam kifayət qədərdir. Məsələn, seçdim 1 və bunun təkcə birinci slayd yox, bütün slaydlar üçün edirəm ki, bütün slaydlarda mən mausa vurmayacam. Özü özündən, yəni həmin slayda aid olan effektlər, yazılar, şəkillər görsənəndən sonra keçsin digər slayda. Yəni, məsələn, bu 1 millisaniyədən sonra keçsin digər slayda. Ondan sonra gəlirəm buradan slideshow-ya, from beginning, bunun qısa yolu olacaq F5. Üzərinə vurduq. Baxın, indi mən mausa əlimi vurmuram. Heç bir effekt olmadığına görə özü özündən sürətli vəziyyətdə gedir. İstəsəniz vaxtı belə deyək də dəyişdirə bilərsiniz. İstəsəniz yəni bu vaxtı fərqli formada edə bilərsiniz. Biz ya videonun ya da səsin açılmasını avtomatik qoymadığımıza görə ya səs ya da video slaydda özü avtomatik açılmadı. Ona görə transition'a keçəndə birinci bunu buradan
nizamlayırıq. Yəni mişqa ilə olsun, yoxsa aktə ilə. Sonra keçirik effektlərə. Birinci slayda gəlirəm. Bax, burada baxın, None yazılıbdır. Mən deyirəm ki, baxın, buradan gəldim, bax, buradan, bax, bu hissəyə gəldim. Burada çoxlu effektlər var. Substance zəif effektlərdir. Exotic həyəcanlandırıcı, dinamik kontekstdəki dinamik məzmunlu. Hansından istəsəniz seçə bilərsiniz. Məsələn, bir slayda yalnız bir effekt verə bilərsiniz. Bəzən deyirlər ki, müəllim, birini zəifdən seçin, birini dinamikdən olmur. Yəni, sadəcə birini. İndi mən gəlib bunu seçsəm, bax, o birisi ləğv olunacaq. Hər slayda sadəcə bir effekt verə bilərik. Məsələn, mən indi bu effekti verdim. Görürsünüz ki, bu effekt, yəni ortadan başladı açılmağa və sürətli şəkildə ekrana gəldi. Əgər siz, məsələn, verilmiş effektin seçimlərini dəyişdirmək istəyirsinizsə, onda effekt seçimlərə gəlirsiniz. Açılışın sağdan və yaxud da soldan olmasını özünüz dəyişdirirsiniz. Sonra, məsələn, hətta onları dəyişdirməkdən də əlavə, onların vaxtını da artıra bilirsiniz. Məsələn, burada duration müddətdir. Bu effektin ekranda qalış müddəti, ekranda əks olunma müddətini seçirsiniz. Məsələn, 7:25 seçdim, yenə vurdum. Baxın, o zaman biraz yavaş-yavaş ekranda əks olunacaq və biraz yavaş gələcək. Çox sürətli formada, yəni buradan keçib getmir. Məsələn, bunun üzərinə vurduq, baxın, görürsünüz, çox sürətli getdi. İstəsəniz buradan vaxtı artırırsınız. Yenidən bir də üzərinə vururuq. Baxın, bu vəziyyətdə o yavaş-yavaş aktiv olmuş olacaq. Hər slayda bir effekt əlavə edə bilərsiniz. Bu slaydınızın daha gözəl olması üçündür, daha yaxşı olması üçün. İndi düzdür, bu əmrlər, yəni biz məsələn, əgər rəsmi böyük bir tutalım, panel müzakirəsində iştirak edirsinizsə, təbii ki, panel müzakirəsi üçün iştirak eləyib hazırladığımız slayda beləsi effektlər vermək, yəni düzgün deyil, onlar rəsmi formalarda, amma şagirdlərinizə dərslər hazırlayanda, onlara burada müəyyən bir test hazırlayanda, müəyyən təlimlər keçəndə təbii ki, onlar üçün daha yaxşı ola bilər. Yəni, hansını istəsəniz onu seçə bilərsiniz və bütün slaydlarda verdiyiniz effektlərdə bu qeyd elədiklərimi deyə bilərsiniz, yəni aktivləşdirə bilərsiniz. Bu slaydın özünə effekt verməyidir. İndi baxın, mən gəldim slideshow from beginning-ə. Baxın, bizim verdiyimiz effektlərlə birlikdə ekranda əks olunmuş olacaq. Bizim verdiyimiz slaydlarla, yəni effektlərlə birlikdə bu effektdə əks olunmuş olacaq. Adətən rəsmi, belə deyək də, işlər üçün daha sadə, daha, yəni belə deyək də, bəzək düzəyə çox üstünlük verilməyən, əgər effekt veririksə də, çox da, yəni belə o abartılı formada olmayan sadə rejimlərdən istifadə edə bilərik. Yəni, indi şagirdlərə hazırladığımızla rəsmi iclaslar üçün hazırladığımız slaydların effektləri eyni deyil. Deməli, transitiondan əlavə elədik bir slayddan digər slayda keçməyi. Bir də var ki, slaydın içində olan yazılara, fiqurlara, şəkillərə effekt vermək. Bu isə animationdandır. Animationa daxil oluruq. Bax, burada da vacib əmrlər var. Mən sizi bütün lent tablarında olan ən vaciblərini, ən çox istifadə olunanları deyirəm. Bax, vurdum bunun içinə, üstünə. İnformatika, bax, bu animation slaydın içində olan şəkil, yazı, fiqur, cədvəl, yəni onlara eləyir. Onlara animasiya verir. İndi buradan baxın, animasiyaya gəldim. Burada da müxtəlif effektlər var. Enteransiya giriş deməkdir. Emhasis vurğulayıcı, yexid olacaq çıxış. Manition pəstdə hərəkət trayektoriyası çəkir. Məsələn, sonsuzluq işarəsimi, çevrə işarəsimi və s. Məsələn, burada necədir amma? Burada bir yazıya ürəyiniz istədiyiniz qədər effekt əlavə edə bilərsiniz. Məsələn, deyirəm ki, smile olsun. İndi
bu yazıya həm də başqa effekt əlavə etmək istəyirəmsə, add animation-a vururuq. Hansını istəsək, baxın, yəni onları seçə bilərik. Yəni hansını istəsək, onları buradan əlavə edib. Məsələn, baxın, bir yazıya bir neçə dənə seçdim. İndi baxın, onu burada sayını görəcəksiniz. Bir yazıya 5 dənə effekt verdik. Biz indi bu yazını, baxın, burada slideshow eləsək, from beginning eləsək, həm slayda verdiyimiz effekt görsənəcək, həm də slaydın yazısına verdiyimiz effekt. Məsələn, biz görəcəyik informatika yazısı ekranda müxtəlif formalarda əks olunacaq. Yenə də bu da auditoriya, məsələn, şagirdin diqqətini cəlb eləmək üçün nəzərdə tutulandır. Bu informatika üçün idi. Məsələn, siz deyirsiniz ki, mən informatikaya verdiyimi istəyirəm ki, əlavə edim, tutalım ki, kitab sözünə də. Onda burada Animation Painter var. Yəni bir formatın effektini, yəni bir dənə obyektə verdiyim effektləri, baxın, burada boya verir. Bunun üzərinə qoyan kim boya verir. Gətirirəm, kitaba da seçirəm. Yəni informatika üçün nə qədər effekt seçmişdimsə, onlar hər biri eyni anda kitab sözü üçün də aktiv olmuş olacaq. Məsələn, keçirik burada, məsələn, cədvələ də tətbiq etmək olur. Cədvəli seçirəm. Yenə də, məsələn, buradan cədvələ add shape deyərək müxtəlif formalarda, məsələn, effektlər daxil edə bilərik. Effektlər daxil edəndə burada həm də maraqlı bir vəziyyət var. Məsələn, bax, gəldik burada Animation Pane var. Yəni, burada bir obyektə verdiyim effektlərin sırasını görürəm. Bax, 3 dənə. Siz istəsəniz, məsələn, bax, bu üçüncü verdiyimi qaldırıram yuxarıya. Burada move early var. Qaldırıram yuxarıya ki, bu ən birinci nümayiş olunsun. Burada duration var və delay var. Müddəti ilə gecikməsidir. Gəldik, məsələn, deyirəm ki, bunun ekranda nümayiş olunma müddəti olsun, məsələn, biraz artırıram. Məsələn, eləyirəm, olsun 3.25 seçdim. Bir də var delay. Delay gecikmədir. Yəni, nə qədər gözləyib sonra başlasın nümayişə. Məsələn, burada delaya vurdum. Baxın, bu əvvəldən verirsə, deməli gecikmədir. Delay gecikdirib başlayır. Yəni, nə qədər gözləyib sonra həmin effekti səsləndirsin, həmin effekti nümayiş etdirsin deməkdir. Və 3.25 də onun ekranda qalış müddətidir. Və biz buradan preview'ya vursaq, yəni ön baxışa vursaq, həmin effektə verdiyimiz, yəni həmin obyektə verdiyimiz effektlərin nümayişini ekranda görə bilərik ki, yəni həm müddətlərini, həm gecikib başlama vəziyyətlərini biz ekranda görə bilərik. Bu da oldu slaydın obyektlərinə. Slaydın obyekti nə oldu? Şəkil, video, yazı, foto və s. Slideshow-ya daxil olduqda isə slideshow-dan from beginning, bu o deməkdir ki, kursorun neçənci slayddadırsa, from beginning-ə vururamsa, ən birinci slayddan nümayişə başlayacaq. Current slide isə kursorun neçənci slayddadırsa, o və ondan sonraki slaydların nümayişi üçün nəzərdə tutulmuş olacaq. Bunların qısa yolları çox aktivdir, çox lazımdır, mütləq bilmək lazımdır. From beginning deyəndə F5-dir, yəni bu bizim üçün sadəcə F5 düyməsinə vururuq, ilk slaydda nümayişə başlayır. Amma current slaytda cari slayt, yəni shift F5-ə vurduqda cari slayt 6-dırsa 6 və 6-dan aşağıda olan slaytların nümayişini öz daxilində saxlamış olacaq. Bəzən sual verirlər ki, müəllim, burada 15 dənə slayt var, amma mən sadəcə bunlardan 3-ü lazımdır, 3-ü nümayiş olunsun. Bu mümkündürmü? Bəli, burada custom slideshow var, fərdiləşdirmək. Custom show-ya vururuq və buradan baxın, new hissəsi var. Bax, bu new hissəsi. Bu new hissəsinə vururam. Baxın, burada bu 15 dənə slayd görsənir də. Sən deyirsən ki, mən burada birinci slaydı, bax, əd eləyirsən. Sonra deyirsən ki, 6-cı slayd nümayiş olunsun. Sonra deyirsən ki, məsələn, 12-ci slayd nümayiş olunsun. Sonra təzədən 2-ci slayd nümayiş olunsun. Yəni, bax, burada seçdiyin ardıcıllıq sənin fərdiləşdirdiyin ardıcıllıq. Yəni, məsələn, 100 dənə slayd var, sənə sadəcə 50 dənə, 5 dənəsi lazımdırsa, onu
seçirsən. Okey vurursan və salam. Burada bax show var. Show'a vurursan, o sənin seçdiyin ardıcıllıq ilə nümayişə başlayacaq. Məsələn, birinci, sonra sonuncu, sonra ortadakı, sonra əvvəldəki. Yəni sən hansı ardıcıllıq ilə seçirsənsə, həmin ardıcıllıq ilə o nümayişə başladığını görə bilərsiniz. Bu bizim, yəni fərdiləşdirilmiş bir rejimi öz daxilində saxlamış olacaq. Yenə də sənin orada olan, yəni hansı ki 12 slayddan ibarət slaydın buradadır. Yəni ona heç bir problem olmayıb. 15 slayddan ibarət yenə buradadır. Sadəcə custom show-da sənin fərdiləşdirdiyin rejim də aktivdir. Vacib əmrlərimizdən başqa biri isə, məsələn, deyirsiniz ki, mən burada üçüncü slaydı nümayiş olunsun istəmirəm, gizlətmək istəyirəm. Bu isə hide slaydı, yəni sadəcə slaydı gizlədir. Yəni üçüncü slaydı nümayiş etməyəcək. O silinmir ha, sadəcə nümayişini gizlədəcək və salam slayd gizlənəcək, yəni nümayiş olunmayacaq. Son olaraq vacib bir əmrimizi də deyim. Burada gəldik. Record slide var. Bəzən deyirlər ki, biz PowerPoint-də slaydı hazırlayıram, amma onu rekord edə bilmirəm. Rekord bilirsiniz də, yəni o videonu qeyd eləmək, yəni qayd eləmək, qaydını aparmaq. Bax, burada o mümkündür. Start recording-a vururuq. Bu zaman biz həm slaydımızı izah eləyirik, həm də onu video kimi yazır. Yəni, bax, ona görə PowerPoint-də də bu əmr mövcuddur. Yəni, həm onu rekord eləyir, yəni həm videosunu saxlayır, yazır, həm də sən onun izahını verirsən. İzah verən zaman biz qələmdən istifadə edə bilərik. Qələmi aktivləşdirmək üçün sağ düymə, gəlirik burada, indi bizim qələmimiz burada hal-hazırda məndə baxın, point options var. Bu penə vururuq, penə. Başlayırsınız, məsələn, qələmdən ekranda yazmağa. Hal-hazırda məndə pen mouse aktiv deyil deyənə, yəni qrafiki planşet qoşulu deyil deyənə normal bir yazı yazılmır. Və salam, bax, belə izahlarınızı da verə bilirsiniz. Yəni, rekord zamanı bunları etmək mümkündür. Sonra silmək, yenə də sağ düymə, pointerdən, bax, burada pozan var. Pozanı götürürsünüz, əlinizlə bu hissələri silirsiniz. Davam etmək istəyirsinizsə, next-ə vuraraq siz davam edirsiniz. Və burada da recordingi görürsünüz ki, onu qeyd eləyir, yəni kaydını, videosunu çəkir. Amma burada yenə də ən vacib əmr odur ki, tez-tez növbətiyə vuraq. Yəni, izah, burada, məsələn, tutalım, sən kitab sözünü yazıb, kitabın üstündə izahlar verə bilərsən deyənə, o özü kitabdan sonrakına avtomatik keçmir. Amma, yəni, biz kitabla bağlı heç nə deməyəcəmsə, yəni belə növbətisinə vurub davam edə bilərəm. Yenə də qələmlə yazmaq lazımdırsa, sağ düymə, point optiona daxil oluruq, buradan penə vurduq və başlayırsınız qələmlə yazılarınızı yazmağa və məsələn, izahlarınızı aparmağa, yoxlama prosesini həyata keçirməyə və s. edə bilərsiniz. Məsələn, bu vəziyyətdə. İndi silmək lazımdırsa, bir var ki, alırsınız, belə birbaşa pozandan silirsiniz. Bir də var ki, deyirsiniz ki, hamısını siləcəm. Ona görə avtomatik silməyini də aktivləşdirə bilərsiniz. Əgər məsələn, videonu dayandırmaq istəyirsiniz, deyirsiniz ki, bəsdir də, rekord elədim. Onda pauza recording edirsiniz və salam. Yəni, o artıq onu yaddaşda saxlamayacaq. Yəni, rekord eləməyəcək. Davamını artıq rekord eləməyəcək və biz ondan çıxış verə bilərik. Çıxış verəndə artıq, məsələn, gəlir görünüş rejimi olaraq fərqli formata gəlir. Bu görünüş rejimini dəyişdirmək istəyirsinizsə, View-dan seçəcəksiniz normalı. View-dakı görünüş rejimləri normal bizim bayaqdan işlədiyimizdir. Amma slide sorter, məsələn, bütün slaydları ekranda görürsünüz ki, sizin neçə slaydınız var. Note page, yəni bu artıq, məsələn, hər bir slaydın ikonunu göstərir və işarəsini göstərir, aşağıda qeydlər apara bilərsiniz. Reading view-dakı nümayiş rejimidir. Color rəngli göstərəcək bizim üçün, yəni hansı ki, tutalım ki, bizim, məsələn, bax, belə bir slaydımız var, rənglərdən ibarətdir. Bax, color rəngli göstərir. Amma grayscale onu ağ-qara, boz, qarışıq göstərəcək.
Bir də var ki, sadəcə ağ-qara, yəni artıq orada belə deyək də başqa rəngləri yox, sadəcə ağ-qara formatında da göstərə bilər. Bu view-dan nizamlanan əmrdir və sadəcə PowerPoint-də olur, Word-də və Excel-də belə bir əmr yoxdur. Bu bizim yəni oldu hansı ki PowerPoint ilə bağlı olan əmrimiz. Təbii ki, biz birinci əgər PowerPoint-u öyrəniriksə, təbii ki, Word-ü bilib daha sonra PowerPoint-u öyrənirik. Çünki Word-ü bilmədən PowerPoint üzərində belə deyək də biraz kəsintilər qalır, kəsintilərlə olmuş olur. Amma Word-ü bilərək PowerPoint-u öyrənəndə bu çox zəngin olur, çox gözəl olur. Aha, izah elədiyimiz yer haqqında hər hansısa bir sual varmı, hər hansısa bir problem varsa soruşa bilərsiniz. Biz suallarınıza cavab verməyə hazırıq. Yəni normal bir Mən PowerPoint bilərəm. hazırlamaq üçün bu izah elədiklərimizin hər biri tam keçərlidir. Yəni bu izah elədiklərimizi bildikdən sonra siz yəni belə deyək də çox qəşəng təqdimat hazırlaya bilərsiniz. Bir dənə məndə rekord səs tam çatmadı. Rekord hər belə deyək də kompüter üçün aktiv olan deyil. Rekord yəni hazırladığınız slaydı həm də rekord edirsiniz. Yəni onu video kimi də yaza bilərsiniz. Bunun üçün də əmri gərək aktivləşdirib başlayasınız həmin slaydı izah etməyə. Yəni həmin slaydın üzərində işləməyə onu rekord edir. Mən indi onu saxlamadım. Onu video kimi saxlamaq da mümkündür. Yəni saxlaya bilərsiniz. Sadəcə məndə onu dəstəkləmir. Yəni mən onu istifadə etmirəm. Ona görə. Amma siz istəsəniz öz kompüterinizdə start edib və sona qədər izah edib, onu video kimi, izah kimi yükləyə bilərsiniz. Yəni bir var ayrıca bir proqram yükləyək video çəkməkdən ötürü. Bir də var hazır özünün daxilində var record slideshow, slider yaddaşa yazmaq. O avtomatik artıq onu yazmış olur. Hər hansısa bir suallar varmı? Varsa verərsiniz. Slide effektlərini dəyişdirmək üçün idi. View-dan gəlirsiniz buradan 4 dənə görünüş rejimindən hansını istəsəniz onu seçə bilərsiniz. Yəqin ki, Note Page deyirsiniz. Bu Note Page-ə vurduqda yəni slaydın ikonu görsəniz aşağıda həmin o slayd ilə bağlı əlavə tekst yazmaq, mətn yazmaq, fikir bildirmək üçün nəzərdə tutulubdur. Yəni bu birbaşa görünüşdür, Note Page görünüş rejimidir. Yəni hansını istəsəniz onu seçə bilərsiniz. Normalda istifadə etdiyimiz elə normal görünüş rejimidir. Xanım, Smart Art nə üçün istifadə olunur? Smart Art deməli, hansı ki, ağıllı sxemlər əlavə etmək üçün idi. Məsələn, tutalım ki, biz deyirik ki, ismin halları, ismin 6 halı var, ortada yazırıq ismin 6 halı var, kənarlıqlarında da yəni o 6 halın adını çəkirik. İzahda var, danışmışıq bu barədə geniş, yəni ağıllı sxemlər, ağıllı fiqurlar əlavə etmək üçün nəzərdə tutulan bir əmrdir. Belə, bu bizim sizinlə, yəni PowerPoint-ə aid olan izahımız idi. Düşünürəm ki, bir dənə təqdimat hazırlamaq üçün, yəni bu 2 dənə dərsimiz, 2 dənə yəni təqdimatı, 2 dənə dərsi izləsəniz, qəşəng şəkildə bilə bilərsiniz. Yəni bunları bilərək siz çox gözəl, çox professional slayd hazırlaya bilərsiniz, öz slaydınızı hazırlaya bilərsiniz. Amma sadəcə tətbiq etmək lazımdır, praktika etmək lazımdır. Yəni praktika etmədən heç kim yəni bunu yaxşı bilə bilməz. Sual varsa buyurun səsləndirin. Bir sual vermək istəyirdim. Buyurun. PowerPoint-də trigger əmri var idi. Bu hansı versiyadadır? Hansı əmri icra edir? Hansı əmr? Trigger belə ziqzaq formasındadır. Şimşəyin Burada animasiyadadır o əmr, trigger əmri. Bu tetikləyicidir. Yəni hansısa effektin, məsələn,
tətikləyici formasını ödəyir. Məsələn, biz informatika üçün 5 dənə animasiya vermişik burada. 5-6 dənə animasiya, 5 dənə animasiya vermişik. Bunlardan hansısa birini tətikləyici üçün istifadə edirik. Yəni biz həmin o animasiya, həmin bu slaydımızı nümayişə başladanda hansını tətikləyici kimi seçir, 10 klik seçən kimi o tətikləyici kimi izah olunur, tətikləyici kimi istifadə olunur. Yəni ən birinci əks olunur, ən tətikləyici rolunu oynamış kimi keçir bu. Bütün Yəni versiyalarda var mı, animasiyadadır. yoxsa Bütün sadəcə versiyalarda var, bəli. Çünki belə deyək də, özünün əmridir, orijinal əmridir, bəli. Hə, təşəkkür edirəm. Çox sağ olun. Ah, Sual ha. cədvəl etmək üçün hansı meydan istifadə olunur? Cədvəl insertdən, tabledan əlavə olunur. Insert table. Yəni Insert tabledan Word-lə əlavə. PowerPoint eynidir. Yox, Word-lə PowerPoint eyni deyil. Word-ü biləndə Word-ün PowerPoint-də ortaq əmrləri var. Yəni Word-ü bilən şəxs üçün PowerPoint-i öyrənəndə, yəni home-la insert-i öyrənməyə ehtiyac yoxdur. Yəni Word-ün əmrləri home-la insert-də eynidir. İndi burada məsələn Word üzərində sərbəst işləyənlər bilir ki, məsələn home-la insert-dəki əmrlər Word-də olan əmrlərlə eynidir. Ona görə burada PowerPoint-a aid olanlar design, transition, animasiya, slideshow-dur. Hansı ki bu 4 dənə əmrin izahı da 4-ü birlikdə, yəni 10 dəqiqə vaxt aparır. Sadəcə biz həm home, həm inserti geniş izah verdik deyənə biraz çox vaxtımız getdi, yəni çox zaman sərf elədik. Amma yəni Word-ü bilən şəxslər üçün PowerPoint-i öyrənmək su kimidir. Yəni 2 vur 2-dir. Heç yəni müəllimə ehtiyac olmadan onu rahat şəkildə öyrənə bilərsiniz. Yenə də suallarınız. Bəli. Olar. Necə? Sizinlə necə əlaqə saxlaya bilərəm? Siz necə qoşulmusunuz təlimə? Son Yəni proqram vasitəsilə. yox, bildim. Yəni qoşulduğunuz qrupun admininə yazsanız sizə yəni bizim nömrəni, əlaqə nömrəsini verərlər. Ümumiyyətlə Microsoft proqramlarını kompüterə yükləyərkən çox insan yüklədir, səhv etmirəmsə, insan özü yükləməsi çətindir deyə eşitmişəm. Yüklənən zaman neçənci illərin proqramları olmalısıdır. Yoxsa fərqi var. Xalidə xanım, bu çox geniş bir mövzudur. Əvvəllər biz istifadə eləyirdik Windows 7 əməliyyat sistemi və ürəyimizə keçən, adını eşitdiyimiz bütün proqramları kompüterimizə yükləyə bilirdik. Yəni çox rahat idi bu. Bugün kompüterlər üçün istifadə olunan əməliyyat sistemi Windows 10 və Windows 11-dir deyənə, biz lisenziyasız, yəni proqramları, bu əməliyyat sistemləri, yəni qəbul eləmirlər. Ona görə də artıq məsələn mən Word məsələn 2010-u yükləmək istəyirəm, Google-da yazdım free download, bu mümkün olmur. Yəni ona görə də lisenziyalı, yəni onların Microsoft kodlarını dəstəkləyən proqramları yükləmək daha yaxşıdır. Yəni özlərinin rəsmi saytlarında free versiyaları var, oradan yükləmək olur. Microsoft proqramları üçün də Microsoft 365 var, Word-də var, Excel-də var, PowerPoint-də, Publisher-də, yəni Microsoft Office paketinə aid olan bütün proqramlar var orada. Yəni onları free şəkildə istifadə edə bilərsiniz. Amma yəni mənbəyini, mənşəyini bilmədiyinizi yükləməyin. Çünki onlar sizin kompüterinizi dondura bilər, virus sala bilər, məlumat, yəni oğurluğu yarada bilər. PowerPoint-lə keçid ilə animasiya arasında hansı fərq var? Hansında? PowerPoint-də keçid ilə animasiya arasında hansı fərq var? Yəqin ki, transition-dan animasiyanı deyirsiniz. Transition bir slayddan digər slayda keçid effekti verir. Animasiya isə bir slaydın içində olan şəkilə, yazıya, videoya, cədvələ effekt verir. Yəni animasiya slaydın içindəki obyektlərə, şəkil, yazı, video, cədvəl, hər şeyə. Amma transition slaydın özünə, yəni slayddan slayda keçərkən effekti əks elətdirir. Baxın, PowerPoint fayllarının ümumiyyətlə belə deyək də, Microsoft Office paketinin proqram kodları Microsoft
proqram kode yazanda gəlir. Yəni 16 rəqəmli kodlardır. Microsoft proqram kode. O kodları məsələn yazanda aktiv olur, yəni. Kodlarda məsələn bir 20 sıra kod olur. Bəzən insanlar ilk 3 sıranı istifadə edirlər, amma 4-cü, 5-ci, 6-cı və yaxud da sonlardakı sıralardakı kodları aktiv eləmirlər. Yəni daha çox ortalardakı kodları yazaraq aktivləşdirmək mümkündür. Hər bir halda lisenziyalı olan proqramlar istifadə eləsəniz daha yaxşı olar. Bu sizin, yəni həm kompüterinizin, həm də fayllarınızın etibarlılığı üçün çox yaxşıdır. Lisenziyasız proqramlar yəni istifadə etməyin. Yenə də PowerPoint ilə bağlı hər hansı bir slayd hazırlasanız, hər hansı bir problem olsa, yəni Günay xanımla bizimlə əlaqəni alıb, yəni əlaqə saxlaya bilərsiniz. Biz sizə səsli formada kömək ola bilərik, dəstək ola bilərik. Yəni hər hansı bir problemlərinizi bizimlə paylaşa bilərsiniz. Layla xanım yazmısınız, Word təlimi keçmisinizmi webinarlarda? Mən yox, amma bilmirəm digər şəxslər keçib ya yox. Bu barədə Günay xanım məlumat verir. Rekorda baxmaq üçün Günay xanımcı rekord eləyirlər, yəni video hal-hazırda rekord olunur. Biz keçən dəfəki Tarverdiyev Müşfiq adı ilə YouTube-da paylaşılmışdı. Yəqin ki, bu da orada paylaşılacaq. Yəni izləyənlər çox idi, geri dönüş eləyənlər çox idi. Yəni siz də indi yəqin ki, yenə də eyni yerə yüklənəcək, yenə də baxa bilərsiniz. Yəni olduğunuz qruplara da video rekordu göndərərlər. Məndən bu qədər. Hər birinizə qoşulduğunuza görə təşəkkür edirəm. Zamanını ayırıb dinlədiyinizə görə minnətdaram. Ümid edirəm ki, sizin üçün faydalı olduq. Yəni və bu öyrəndiyiniz, yəni sizin gələcək həyatınızda istifadə eləyib, yəni hər hansısa bir uğura sahib olacağınıza və sizin üçün faydalı olacağına inanıram. Aha, sağ olun, sağlıqla qalın. Sizə təşəkkür edirəm Səadət xanım. Sizi dinləmək çox xoş idi. Təşəkkürümü bildirirəm ki, öz dəyərli zamanınızı ayırdınız və bu dəyərli bilikləri bizimlə auditoriyamızla bölüşdünüz. Sizi bu təlimlərdə görməkdən çox məmnun olduq. İştirakçılar üçün yenidən xatırlatmaq istəyirəm ki, yeni qoşulanlar oldu. Əvvəlki təlimlərə qatıla bilməyənlər var idi. Yenidən xatırlatmaq istəyirəm ki, təlimçimiz öz sahəsi üzrə çox peşəkar olan, hətta 10 kitabın səhv etmirəmsə düzdür, həm müəllifi olan beynəlxalq sertifikatlı bir təlimçimiz Səadət xanım idi və əlaqə saxlamaq istəyən çox sayda şəxslər var. Mən əlaqə nömrəsi bölüşüm Səadət xanım, yoxsa sosial Yəni şəbəkə paylaşa bilərsiniz, heç bir problem yoxdur. Aha, mən təlimçimizin əlaqə vasitəsində qruplarda bölüşəcəm. Bir daha təşəkkür edirəm hər birinizə. Bizim 2 təlimimiz qalıb Excel üzrə. Onlar da bitdikdən sonra proqram yekunlaşacaq. Bir daha təşəkkür edirəm Səadət xanım. Təşəkkürümü bildirirəm. Çox sağ olun. Siz sağ olun, mən təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın. Çox sağ olun. Gözəl təlimçi. Dəyərli vaxtınızı bizə sərf etdiyiniz üçün təşəkkürlər.